Siqaret də ən böyük cəmiyyətimizdə yaranmış ən böyük, ən təhlükəli, zərərli vərdişlərdəndir. Deməli, siqaret ona görə çox yayılır, xüsusən namaz qılanlar arasında da. Yəni namaz qılan insanlar Allaha şükür içki içmir, qumar oynamır. Niyə? Nəsə olanda onlara deyirsən ki, ayə var, qumar, içki haramdır Maidə surəsində. Namaz qılanlar bundan çəkinir. Amma siqaret məsələsində namaz qılanlar bu namaz qıla-qıla siqaret çəkirlər. Ona görə ki, Quran-ı Kərimdə bu məsələ birbaşa gəlməyib. Allah Rəsulunun da hədis şəriflərində siqaret haqqında heç bir şey yoxdur. Amma bundan da bəzən insanlar rahat olur ki, haram deyil, deməli bunu çəkə bilərəm. Amma halbuki belə deyil. Bunun, siqaretin biz əməllərinə baxsaq görürük ki, orada elə Allahın qoyduğu haramlıq prinsiplərinin içinə siqaret girir. İsraf məsələsi var. Allah-u Teala deyir ki, yeyin, için, israf eləməyin. Biz bilirik ki, siqaret zəruri ehtiyaclardan deyil, insan bunu çəkdiyi zaman israf eləyir və Allahın sevgisini siqaretə görə itirmiş olur. Allahın sevgisindən məhrum olur bir insan. Siqaret çəkir, israf eləyir, Allahın sevgisindən məhrum olur. İkinci bir məsələ, ən böyük məsələlərdən biri, deməli, cana ziyandır. Siqaretin cana həddindən çox ziyanı var. Deməli, insan hər dəfə siqaret çəkdikcə ömründən bir neçə dəqiqə almış olur. Alimlər deyir ki, bir insan deyək ki, ortalamada 75 il yaşayacaqsa, o siqaret çəkərək onun ömründən 3 ilmi, 5 ilmi getmiş olur. Yəni, insan təsəvvür eləyər ki, hər dəfə siqaret çəkdikcə öz intihar eləyir, öz canına intihar eləyir. Demək, 75 il yaşayacaqsa, siqaret çəkdiyindən dolayı 70 il yaşayır. Demək,